SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı demək olar hər gün yeni məlumatlar yayılır. Onun həbsi qaranlıq quyuya sanki gür işıq saldı. İş adamı kimi kamuflyaj olunmuş bu neft qaçaqmalçısının həbsindən sonra böyük sirləri bir-bir açılır. Baku Postaz Qlobal İnfoaza istinadla xəbər verir ki, bu istiqamətdə növbəti mötəbər məlumatlar daxil olub. Bir müddət öncə SOCAR Rumıniyanın Rumun bazasında əsas enerji şirkətlərindən birinin baş direktoru Ramil Əsədullazadə ilə bağlı qalmaqal haqda məlumat yaydı. Bu ilin sentyabr ayının əvvəllərində Əsədullazadə qəfildən medianın əsas gündəminə çevrildi. Azərbaycanda nəinki sıravi insanlar, jurnalistlər tərəfindən belə yaxşı tanınmayan bu şəxs mənfi qəhrəman kimi cəmiyyətdə təqdim edildi. Onun həmin şirkətin kadrlarla iş üzrə direktoru Bibiana Konstantinlə gizli münasibətdə olması ilə bağlı xəbərlər paylaşıldı. Saytlar bunu flash xəbər kimi dərc etdi, amma sən demə, işin arxasında qara plan və PR varmış. Saytımızın əldə etdiyi məlumatda detallar açıqlanır. Bildirilir ki, bu planın arxasında Adnan Əhmədzadə dayanıb. Qeyd edilir ki, Ramil Əsədullazadə barəsində bu kompromat materialın hazırlanmasını Əhmədzadə sifariş verib. Məqsəd Əsədullazadəni susturmaq olub. Bildirilir ki, bu işlərdən öncədən onun da xəbəri olub. Xatırladaq ki, Adnan Əhmədzadənin Azərbaycan neftinin tərkibinə başqa qarışıqlar qatması səbəbindən Rumuniyadakı neft emalı zavodlarına külli miqdarda zərərə uğradığına dair məlumatlar yayılıb. Mənbənin məlumatına görə Əhmədzadə bu məsələnin məsuliyyətini SOCAR Rumıniyanın baş direktoru Ramil Əsədullazadənin üzərinə qoymaq məqsədi güdüb. Bu səbəbdən də onu belə şantaja məruz qoyub, susmağa vadar edib. Diqqət çəkən əsas məqamlardan biri də budur ki, xəbər Rumıniyanın aşağı reytinqli saytında Can nəşrində dərc olunub. Bundan sonra Azərbaycanın rus dilli saytlarında manşet olub. İddia olunur ki, burada koordinasiyalı iş var. Adnan Əhmədzadə ilə bağlı sensasiyon iddialardan biri isə budur ki, o uzun illər Rumıniyadan AE95 markalı benzini Azərbaycana gətirib, onu AE98 markası kimi satışa çıxarıb. Bununla da istehlakçılara və dövlətə böyük ziyan vurub. Xatırladaq ki, Adnan Əhmədzadə haqda ötən gün daha bir şok məlumat yayılıb. Bildirilib ki, iş adamı Dubayda hərəmxana saxlayırmış.